Yine salam, bu vaxtınız xeyir olsun. Saat 2 nədir? 3'ə 15 dəqiqə bugünkü müştərimiz Qaxın nə kəndidir? Almalı kəndi. Qardaşın adı nədir? Akif qardaş, müştərimizin adı Akifdir. Akif qardaşımız. Bu da bizim köynə klientlərimizdəndir. Dəri 7 il qabaq məndən aparat alıb. Hələ də işlədir. İnşallah ot çəkən, yem çəkən alıb. İndi əlavə bir dənə də yem çəkən zakaz ilə. Allah xeyir versin. Sən də inşallah direkt əslində məni burada gözləyirmiş, qonşusunun qapısında deyib usta gəlib mənim aparat gətirəcək. Qardaş aparat gətirmədim, bir həftə gözləyirsən inşallah. Gözəl qardaş, yəni düzəlməmişdir əslində, özümü səndə dedim. Ha. Akif qardaş da maşallah elə bir traktor işlədir. At geçsin, at onu bütöy at geçsin sizdən. Tokumuz 200 zat, 210 zatdır. Şilavad, 3000 abrot, 4 təkərimiz sarğı, nol faza, qiymət 1000 manatdır. 3 faza da olur, bunda olmur. Qardaş mənə 1000 manat aparat alır, mənə istəyir o 3500'lük aparat kimin orasında. O bir dənə bütöyə gedən, təzə videoma baxdın sənin, prestöyə getdi. Onun qiyməti 3500 manat. 1000 manat aparat alırsan, mənə istəyir 3500'lük işin görsün, böyle elə şey yoxdur. Onu at geçsin. Zarafat eləyirəm, yəni zarafat olmasa iş də getməz, müştəri ilə narazılıq olar. Usta Sərxanamı tanıyırdı, yəni mən klientlərdən həm belə dostçulam. Əladır, xeyirli olsun. Mən Bərxdan danışırdım, gözəl müştərimiz danışsın. Bu da köhnə müştərimizdir, köhnə dəyərli qardaşımızdır. Sağ olsun, gələ qardaş deyib, bu qardaşlar qonşudular, dostlar. Deyib ustadan hal aldı. Allah köməkli olsun, Allah xeyirli olsun. Allah cəmiyyəti bitirməsin. Öpürəm, Allah köməkli. Gör telefonu belə fırlayıb, ikizdə düşür, nəsə, yekə kadra düşür. Qaxın almalı ki. Keşke solaq veya onlara bırak. Onu fikirləşərik. Heç şey Allah lütfün amadətlərdə gəlmiş sarğı nol faza. Maşallah nə istəyirsiniz? Atmağınızdan doğramaq bilir. Tok düşür gördün 170'ə, belə də motor dartılmır, boğulmur işləyir. 4 təkər, ot çək, nə bilim, haraçsən, voltmetri, avtomatı. Sonra avtomatları xarab oldu. Bir dənə cibimdən pay avtomat verdim. O da halal xoşuz olsun. Halal xoşuz. O gün Lənkəranda da qoşanda 2 dənə avtomatları xarab oldu. Onu da ikisini verdim. Elə klient dedi, nə oldu? 50 manat çıxmışdı, 50 manat dedim yana bax. O da halal xoşuz. Əsas bizə nədir? Müştərinin işi rahat geçsin, södə. Ha. Qardaş askı lazımdır, toku görmür. Sən özünə böyüdücü alarsan. Ha. 800'ler var abla, Ayşe görmüyor. Sən 100 saat mənim kimi 6 bazar məktəbə gedibsən. At geçsin. Bir dənə yonca presi idi. Buradan atmağından, buradan çıxmaq eynidir. Qaxın, almalı kəndir. Kimə lazım olsa əlaqə saxlayın. Kim kampanya istəsə mənə bax, 8 noyabrı gözləsin, zəfər günü inşallah bir günlük. Saat 8-dən 12'ye kadar, yəni gecə 12'ye kadar bir günlük kampanya edəcəm. 1000 manatlıq olacaq, 800 manat, 1200 manatlıq, 1000 manat, 1400 manatlıq, 1300 manat, 1600 manatlıq da 1400 manat. Yəni hər arasında 200 manat endirim edəcəm. Amma bir günlük. Sonra səhər 9'u zəng vurub deməyin ki, ayıslar kampanya. Kampanya keçən bayramda da, o günkü bayramda da gördüm, bir günlük kampanya elədim. Hər usta eləmir, hər oğul eləmir, yəni tərifləmirəm. Yəni bu da məndən Biləsuvar balasından gözəl dəyərli müştərilərimizə 200 manat endirimdir. Həm bayram hədiyyəsi kimi, bax belə bir şey də. Endirim eləmədi. Sən endirimsiz bax zəng elədin də. Neynəşmənə bax, 8 noyabrda endir, birini də zakas elə. Ama ayrı reformasyon getirərsən. Zakas elə 8'ində 200 manat ucuz al, sat 200 manat bax başqasına. Ha nə olar ki? Bir saat satacağım abi. Həqiqi dəyərli gözəl qardaşlardır, gözəl müştərilərimizdir. Allah xeyirli versin. Allah savanı öpürəm. Gözüm seyir var, qulluğunuz deyəm inşallah. Sağ ol. Buradan da Ağciyəramıza bir də var. Qaxa gedəcəydim, qaxlı klient asmadı. Buradan gedirəm Zaqataliyə inşallah. Xeyirli olsun, xeyirli işlədim.